Adalara baxalım. Sakit Okean tavasıdır. Sakit Okeanın tavasının fikir verirsiniz. Xəritədə biz səhv başa düşürük, amma tam mərkəzdən Sakit Okeana baxanda görərik ki, Sakit Okeanın şərq tərəfi Şimali Cənubi Amerikadır. Qərb tərəfi isə Avrasiya tərəfdir. Əslində Şimali Cənubi Amerika qərb yarımkürəsində yerləşir. O ayrı bir şeydir. Amma Sakit Okeanın şərq hissəsi Şimali Cənubi Amerikadır, qərb hissəsi Avrasiya tərəfdir. Yadınızda qalsın. Şərq, qərb hissəsi. İndi burada toqquşmadır. Şərti işarəyə diqqət eləsəniz, bu cür üstlərində üçbucaqlar toqquşma zonasıdır. Bu hissədə Avrasiya ilə Şimali Amerikanın yuxarısında xəritədə tapın. Alyut adaları yerləşir bu hissədə. Alyut adaları yerləşir. Daha sonra ABŞ aiddir özdə. Daha sonra Kamçatka hissədə Kuril adaları yerləşir. Rusiya aiddir. Yapon adaları yerləşir. Elə Yaponiyanın özünə aiddir. Yaponiyadan aşağı bu hissədə Rüki adaları yerləşir. Yaponiya ölkəsinə aiddir. Filippin adası yerləşir. Filippin tavası da burada yerləşir. Filippin ölkəsinə aiddir. Bir də Yeni Zelandiya, Avstraliyanın şərqinə baxın xəritədə. Yeni Zelandiya adası da Yeni Zelandiya demək toqquşma zonasında yerləşir. Hind-Avstraliya tavası ilə Sakit Okean tavasının toqquşma zonasında yerləşir. Bir də diqqət etsəz görərsiniz ki, Avstraliya heç bir tektonik zonaya aid deyil. Amma tektonik zonaya ən yaxın hissə şimal hissəsidir. Fikir verirsiniz, qırmızı nöqtələrə, üçbucaqlara yaxındır. Avstraliyada tektonik heç bir hadisə baş vermir. Deməli, toqquşmada, konvergens zonada yerləşən adalar hansılardır? Materik okean tavasının toqquşmasından yaranır. Kuril, Alyut, Yapon, Rüki, Filippin, Yeni Zelandiya adası. Bunları yadda saxlayın və öyrənin.